Göyçayda Vətən müharibəsi şəhidi Şəmistan Əzizovun anım mərasimi keçirilib. 15 oktyabr bu gün Göyçay rayonunda 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Əzizov Şəmistan İlyas oğlunun anım günü qeyd olunub. Tədbir Göyçay rayon Qaraxıdır kənd qəbirstanlığında təşkil edilib. Mərasimdə Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, idarə və müəssisə rəhbərləri və şəhidin yaxınları iştirak ediblər. Anım mərasimi şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra çıxış edənlər Şəmistan Əzizovun igidliyi, vətənə sədaqəti və döyüşlərdə göstərdiyi şücaət barədə danışıblar. Onlar qeyd ediblər ki, vətən uğrunda canından keçən qəhrəman övladlarımızın fədakarlığı bu gün gənc nəsil üçün əsl nümunədir. Tədbir çərçivəsində şəhidin xatirəsinə dualar oxunub, məzarı üzərinə gül dəstələri qoyulub. Çıxış edənlər həmçinin vurğulayıblar ki, dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərdə Şəmistan Əzizov kimi igidlərin rolu və qəhrəmanlığı heç vaxt unudulmayacaq. Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və Göyçay ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.